Salam dəyərli tələbələr. Mən məntiq müəllimi Mehriban Seyidova. Bu gün mətnin məntiqi təhlilinin izahına baxacağıq. İlk 20 sualı izah edəcəyəm. Əgər video çox uzun olarsa, videonu bölüb 10 sual 1, 10 sual 1 olaraq 2 video olaraq yükləyəcəyəm. Gəlin birinci sualdan başlayaq. Deyir ki, A, B, C, D və E tələbədirlər. Onlar riyaziyyat, kimya, fizika, tarix və hüquq fakültələrində oxuyurlar. Gəlin əvvəlcə cədvəlimizi quraq. Cədvəllə işləməyə daha çox üstünlük verəcəyik, çünki belə daha asan olur. A, B, C, D və E tələbədirlər. Bunlar hansı ixtisaslarda, hansı fakültələrdə oxuyurdular? Riyaziyyat, kimya, fizika, tarix və hüquq. Tarix və hüquq. Cədvəlimizi quraq. Fizika, tarix və hüquq. Başqa bir rəng götürürəm. Davam edək. İndi baxaq bizə verilənlərə. Burada aşağıda bizə verilənləri bir-bir oxuyub, təhlil edib cədvəlimizdə işləyəcəyik. Deyir ki, B ya fizika ya da hüquqda oxuyur. Düzdürmü? B ya fizika ya da hüquqda oxuyur. Ondasa riyaziyyatda oxumur, kimyada oxumur, tarixdə oxumur. Yəni ya fizika ya hüquq. D kimyanı oxumur. D kimyanı oxumur. Baxın, D-yə kimyanın altında minus işarəsi qoydum. Yəni D kimyada oxumur. D və E qızdırlar. Onda D-yə qız yazıram buradan, bir də E-yə qız yazıram buradan. Riyaziyyatda oxuyan qız deyil. Riyaziyyatda oxuyan qız deyilsə, yəni D deyil, E deyil. Fizika və tarixdə oxuyan oğlanlardır. Yəni qızlar deyil. Qızlar fizika və tarixdə oxumayacaqlar. Fizikada oxumadılar, tarixdə oxumadılar. Fizikada oxumadılar, tarixdə oxumadılar. Baxın, buradan D-ni tapmış olduq əslində. D-yə bir nə qaldı? Hüquq. Bizdə kimyada oxuyan kimdir, onu soruşur. Əgər hüquqda oxuyursa D, digərləri hüquqda oxumayacaq. E bəlli oldu da 4 dənəsinə minus qoyulubsa, bir dənəsi qalır. E kimyada oxuyur. Bizdə də kimyada oxuyanı soruşur. Bu E-dir. Yəni A variantı doğru cavabımızdır. Hamısını tapmağa, yəni bu cədvəli tamamilə işləməyə heç bir ehtiyac yoxdur. Bizdən soruşulanı tapırıq və həmçinin digərlərini də tapmaq bəzi suallarda heç mümkün olmayacaq. Növbət keçirik ikinci suala. İkinci sualda İftixar, Orxan, Talih, Mirağa, Vüsal adlı şəxslər istirahət üçün London, Barcelona, Roma, İstanbul və Paris şəhərlərindən birinə getmiş və orada 5, 7, 10, 15, 20 gün qalmışlar. Cədvəlimizi quraq, sonra davam edək. Deməli, yazıram. İftixar, Orxan, Talih, Mirağa və Vüsal. Hansı şəhərlərdə idi? London, Barcelona, Roma, İstanbul və Paris. İstanbul və Paris. Cədvəlimizi yenə eyni qayda qururuq. 3 dənəsindən, yəni 3 dənə bizə burada fərqli məlumat verir. Biri şəxslərin adlarıdır. İkincisi şəhərlərdir. Üçüncüsü isə həmin şəhərlərdə nə qədər qaldıqlarıdır. Biz 2 dənəsini cədvələ yerləşdiririk. Digərini isə ayrı yazdıracağım buradan. Yazıram ki, 5 gün, 10 gün, yox, 7 də var idi arada. 5 gün, 7 gün, 10 gün, 15 gün və 20 gün. Yaxşı, bunu da əlavə hansı neçə gün qalıbdırsa altına qeyd edəcəyik. Gəlin başlayaq. Bizə verilənləri bir-bir oxuyuruq və cədvəldə yazırıq. Yəni təhlil edirik. Bir-bir təhlil edirik. Başdan sona oxuyub sonra axırda yazmağa çalışmayın. Birincidən bizə verilən nə deyir? İftixar şəhərdə dostları Vüsal və Mirağa, Mirağa və Talihdən daha uzun müddət qalmışdır. Vaxtı deyir. Deyir ki, İftixar şəhərdə dostları Vüsal, Mirağa və Talihdən. Fikir verin, 3 nəfərdən daha uzun müddət qalıbdırsa, 3 nəfərdən daha uzun müddət qalıbdırsa, ya 15-dir, ya da 20-dir. İndi birindən siləcəyik. İkincinə baxırıq. Birincə başqa bizə nəsə verir? Vermir ki, sadəcə vaxtlar haqqında danışır. İkincinə baxırıq, deyir ki, İstanbulda istirahət edən Orxan.
Tez yazıram. İstanbulda istirahət edən Orxan. Orxanı tapıram. İstanbula üstəgələk qoyuram. Digərlərində yox. İstanbulda başqa heç kim qalmayıb. Devam edirik. İstanbulda istirahət edən Orxan iftixardan 5 gün az istirahət etmişdir. Yenə iftixarın adı gedir. Fikir verin. Yuxarıda deyir ki, iftixar kimlərdən? Vüsal, Mirağa və Talehdən. Uzun müddət. İndi də aşağıda ikincide deyir ki, Orxan iftixardan az, 5 gün az istirahət etmişdir. İftixar demək ki, Orxandan daha çoxdur da. İftixar 20 ola bilər. 4-ündən də çox müddət qalıbsa 20'dir. Yəni 20 gün qalıb. Bizə deyir ki, Orxan da iftixardan 5 gün az istirahət etmişdirsə, ondasa Orxanın da 15 gün istirahət etdiyi məlumdur. Devam edirik 3-cünə. İkincidən bizə başqa heç nə vermir. Londona gedən Mirağa, 3-cüdə bizə nə verir? Londona gedən Mirağa. Mirağanı tapıram, Londona gedibdir. Üstəgələyimi qoyuram. Digərlərini də çıxaq qoyuram ki, digərlərini tapmaq asanlaşsın. Devam edək. Londona gedən Mirağa Vüsaldan daha az, Talehdən isə daha çox eyni şəhərdə qalmışdır. Yaxşı, qalanlar kimlərdir? Vüsal, Mirağa, Taleh. Mənə deyir ki, Mirağa 3 dənəsi qalıbdır. Birindən az, birindən çox. Ondasa 7 olar da, bu ortada olar. Mirağanı yazıram bura. Kimdən daha az? Vüsaldan daha azdırsa, Vüsal 10'dur. Talehdən daha çoxdursa, Talehdə 5'dir. Qaldıqları günləri müəyyən etdik. Baxaq, Londona gedən Mirağa Vüsaldan daha az, Talehdən isə daha çox eyni şəhərdə qalmışdır. Burada artıq başqa bir məlumat yoxdur. Keçirəm 4-cünə. Deyir ki, Romaya gedən kim idi? Bilmirik hələ. Nə Orxanda, nə də Mirağa. Romaya gedən Barselonaya gedəndən daha çox, Barselonanı da hələ bilmirik. İstanbula gedəndən daha az müddət həmin şəhərdə qalmışdır. Yaxşı, İstanbula gedən Orxan idi. Orxan 15 gün qalmışdı. Bizə deyir ki, Romaya gedən İstanbula gedəndən daha az müddət həmin şəhərdə qalmışdır. Yaxşı, ya 5'dir, ya Emi tapmışıq, Mirağanı tapmışıq. Düzdürmü? Mirağanı tapmışıq ki, hara gedir? Londona gedir. Bizə deyir ki, Romaya gedən İstanbula gedəndən daha az. Yəni bu İstanbula gedəndən 5, 7, 10'dur. 7 ola bilməz, çünki Mirağanı tapmışıq, ya 5'dir, ya 10'dur. Amma bir dənə də bir şey deyir ki, Barselona gedəndən daha çox. 7 nədən daha çoxdur ki? 7 hesindən daha çox deyil ki. Ona görə Romaya gedən 10 götürməliyik. Yəni Vüsalı götürməliyik ki, Mirağadan, Talehdən daha çox olsun. Romaya gedən ondasa Vüsalı götürdüksə, Roma, Vüsala üstəgələk qoyuram. Əslində Taleh də ortaya çıxdı. Çünki bizə deyir Barselonaya gedəndən daha çox. Mirağadan daha çoxdur, bir də Talehdən. Mirağanı bilirik Londona gedir. Barselonaya gedən ondasa Taleh qalırmı? Talehə, bu Talehdə, Taleh hara getdi? Barselonaya. Əslində bütün hər biri qurtardı da. Çünki hansını tapmamışıq. Buradan çıxaq. Həbinə iftixar qalır, o da Parisə gedir. Və son. Bizə deyir ki, uyğun olaraq Barselonada və Parisdə qalan şəxslər kimlərdir? Barselona uyğun olaraq deyəndə, yəni birinci Barselonanı sonra Parisi götürəsiniz. Barselonada qalan Taleh, Parisdə qalan Taleh, Parisdə qalan iftixar. Taleh, iftixar cavabımız C variantına uyğun gəlir. Həm də yeni cızmı burada. Taleh və iftixar. Bu sual axıra qədər işləməyimiz gərəkirdi. Devam edirik. Siz videonu dayandırıb burada skrin götürə bilərsiniz, istəsəniz. Mənim yerim balaca olduğu üçün hər birini silib sonra da təzədən işləyirəm. 3-cü sualı keçirik. 3-cü sualda deyir ki, 1-dən 7-yə qədər nömrələnən 3 fərqli fizika, 2 fərqli kimya və 2 fərqli biologiya kitabı aşağıda kimi rəfdə yanaşı düzüləcəkdir. Yanaşı deyilsə, rəfi nömrəli 1, 2, 3, 4, 5, 6 və 7. Aha. Fərqli birdən götürüm, devam edək. Yaxşı, mən nə deyir? 3 fərqli fizika. 3 dənə fizika kitabım olacaq. Devamında 2 fərqli kimya kitabım olacaq. Kimya. Və 2 dənə biologiya kitabım olacaq. İndi bizə verilənləri başlayaq, oxuyaq, təhlil edək. Kimya kitabları yan-yana düzələcək.
Kimya kitabları yan-yana düzüləcəksə, baxın bu şəkildə olacaq. Kimya, kimya. İki dənə yan-yana düzüləcək. Aha. Sonra deyir ki, hara qoyuram bilmirəm də, hələ ki qoya biləcəyim bir şey yoxdur. Deyir, biologiya kitabları yan-yana və ya ayrı düzülə bilər. Biologiya bir şey yazmamıza gərək yoxdur. Yəni ayrı da qoya bilərik. Biologiya ürəyimiz istədiyi kimi qoyacaq. Yan-yana da olsa qoyacaq ayrı da. Fizika kitabları yan-yana gəlməyəcək. Baxın, 3 dənə fizika kitabı heç vaxt yan-yana gəlməyəcək. İndi mənə nəticədə başlayın. Deyir ki, 3-cü yerdə kimya, 6-cı yerdə isə fizika kitabı qoyularsa. Biologiya kitabı neçənci yerdə olar? Yaxşı, gəlin bizə verilən məlumatlarla bunları düzək. İndi baxırsınız yuxarı, bax bu hissəyə. Mənə deyir ki, kimya 2 dənə yan-yana düzəcək. Biri 3-dədirsə, digəri ya 2-də olacaq, ya da 4-də. Düzdürmü? Bunu qoymazdan əvvəl fizikaya diqqət yetiririk. Fizika bizə deyir ki, 3 dənə fizika kitabımız var. Heç biri də yan-yana gəlməyəcək. Biri 6-dadırsa, digəri nə 5-də, nə də 7-də ola bilməz. Çünki yan-yana gələ bilməz. Birinin 2-yə də qoya bilmərik, ikisini eyni anda. Ona görə birini qoyuram. Bax, bura 4-ə, yan-yana gəlməsin deyə. Digərində ya 1-ə, ya 2-yə qoyacam. Əslində 2-yə qoya bilmərəm. Nəyə görə? Baxın, bizə deyir ki, kimya kitabı yan-yana olmalıdır. Axı 4-də artıq kimya ola bilməz. Kimyanı məcbur 2-yə qoyuruq, fizikanı da qoyuruq 1-ə. Qaldı 2 dənə biologiya kitabım. Qoydum 5-dən 7-yə. Mənə deyir, biologiya kitabı neçənci yerdə olar? Ya 5-li, ya da 7. 7 cavabımız olmadığına görə 5 götürürük. Hər ikisinin eyni cavabda, yəni variantlarda ikisinin də olmağı mümkün deyil. Ya 5 olsaydı, ya 7. Növbət keçirik 4-cü sualımıza. 4-cü sualda bizə deyir ki, müəllim, sürücü, çilincər və bənna A, B, C, D klubda toplaşmağı qərar aldılar. İlk olaraq kluba sürücü gəldi. Yaxşı, gəlin birinci cədvəlimizi quraq, sonra davam edək, bir-bir oxuyaq. Müəllim, sürücü, sonra çilincər və bənna. Yaxşı, bunlar A, B, C, D olaraq müəyyənləşdirib A, B, C və D olaraq. Görək hansına aiddir. Cədvəlimi qururam. Sonra başlayacağıq. Bir-bir oxuyub təhlil etməyə. Yaxşı, davam edək. İndi deyir ki, ilk olaraq kluba sürücü gəldi. Yaxşı. A və C kluba birlikdə gəldilər. A və C kluba gəlmişdilərsə, sürücü də onların əvvəl gəlmişdirsə, A və C sürücü ola bilməz. Doğrudurmu? Sürücü deyil. A və C. Devamında deyir ki, C həmçinin çilincər də deyil. C çilincər deyil. D müəllimin gəlmədiyini görüb ona zəng etdi. Buradan nə bilirik? Deyir ki, D müəllimin gəlmədiyini görəndə, yəni D müəllim deyil da. Doğrudurmu? Baxın, bizə deyir ki, kimlər gəlibdir? Müəllimin gəlmədiyini görüb deyir. Müəllim gəlməyib. Bəs hərflərə fikir verin. Kim gəlməyib? A gəlib, C gəlib, D gəlib. Kim qalır? B qalır. B müəllimdir ondasa. Doğrudurmu? B müəllimdirsə, digərlərinə minus qoyduqda sürücünün kim olduğunu bilirikmi? Digərlərinə minus qoyduqda çilincərin kim olduğunu bilirikmi? Bənna da qaldı C-yə. Bəs bizdən kimi soruşur? C və B-nin peşlərini müəyyən edin. C oldu bənna, B oldu müəllim. Bənna və müəllim D variantımız doğrudur. Sadə bir sual idi. 5-ci suala baxaq. Davam edək. Deyir ki, Tələbə Gənclər Təşkilatının 5 üzvü JKLMN keçiriləcək tədbirə hazırlıqla əlaqədar bir iş həftəsi bazar ertəsindən cümə ərzində, yəni bir iş həftəsi ərzində hər gün 2 nəfər olmaqla işə cəlb olunur. Yaxşı, gəlin də belə başlayaq. Quraq, sonra qrafikimizi quraq. Deyir ki, J, K, L, M və N. Əslində bunu tərsinə qursaydı bizim üçün daha yaxşı olardı. Yəni aşağı günləri yazaq. Bazar ertəsi, cümə,
Sonra yox, bazar ertəsi cümə olmur təbii. İşte bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə. Yaxşı. Yuxarıdan da yazıram nəyi, adlarını. J, K, L, M və N. Cədvəl quraq, sonra oxumağa davam edək. Cədvəlim biraz səliqəsiz oldu. Canınız sağ olsun. Bir də quran deyiləm. Aha. İndi devam edək. Təşkilatın sədri onların iş qrafikini müəyyənləşdirmək üçün aşağıdakıları nəzərə almalıdır. Bizə yuxarıda bir də deyilir ki, hər gün 2 nəfər olmaqla, yəni bazar ertəsi 2 nəfər, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə. Hər gün 2 nəfər iştirak edəcək. Tələbələrin hər biri, oxuyuram bir-bir. Tələbələrin hər biri heç olmasa bir gün işləməlidir. Bir gün heç olmasa bir gün, yəni 2 gündə, 3 gündə işləyə bilərlər. Tələbələrin heç biri 3 ardıcıl gün işləməməlidir. Yəni bazar ertəsi, çərşənbə, çərşənbə axşamı. Tutaq ki, 3 gün ardıcıl işləməməlidir. M cümə axşamı və cümə günləri işləməlidir. Yaxşı, bir dənəsini tapdıq axır ki. M cümə axşamı və cümə işləməlidir. Sonra nə deyir? K-nın işlədiyi günlər J işlənməməlidir. K vardısa, kim yoxdur? J yoxdur. Sonra nə deyir? Bunlar nəzərə alınaraq tərtib olunmuş iş qrafikinə görə K həftədə 4 gün işləyəcəksə, bu qrafikə əsasən çərşənbə günü kimlər işləyə bilər? Yaxşı. K deyir ki, 4 gün işləyəcək. Bizə bir də yuxarıda deyir ki, 3 ardıcıl gün işlənməlidir. 4 gün işləyəcəksə, baxın, belə qoyuram. Çərşənbəyə qoya bilmərəm. Bilirsiniz niyə? Çünki çərşənbəyə qoysam, tutaq ki, bunların hansını silib çərşənbəyə qoysam 3 ardıcıl gün olacaq. Bu da mümkün deyil. Ondasa K 4 gün işlədi. Hər gün bizə 2 nəfər deyir. Cümə axşamı və cümə. Bunlar artıq bitdi. Çünki hər gün 2 nəfər olur. Cümə axşamı və cüməyə artıq heç kimi qoymayacağıq. Bizə deyir ki, J-nin və deyir ki, K olan yerdə J olmayacaq. Düzdür? J-ni mən nə birinci günə, yəni bazar ertəsinə, çərşənbə axşamına, cümə axşamına və cüməyə qoya bilmərəm. Çünki bunlarda K var. J bir dənə hara qaldı? J bir dənə qaldı. Yəni, səhv qoydum. J qaldı çərşənbə axşamına. Bağışlayın, çərşənbə qatdım bir-birinə hamısını. Çərşənbəyə qaldı J. Mənə elə nəyi soruşurdu? Çərşənbəni soruşurdu. O demək ki, biri J-dir. Biri J-dirsə, bax, görək hələ. JL ya da JM. Devam edək. M əslində 2 gün işləyibdir. Çərşənbəyə M-i qoya bilmərik. Fikir verin hələ. Çərşənbəyə M-i qoysaq 3 ardıcıl gün olmur. Onda çərşənbəyə M-i qoya bilmərik. Amma L-i qoya bilərik. Ondası J və L. D variantı. Cavabımız D variantı olan J və L oldu. Növbət keçək 6-cı suala. Buranı təmizləyim. Devam edək 6-cı sualımızdan. Bizə nə deyir? Deyir A, B, C, D, E və F. Neçə nəfər? 6 nəfər marafon yarışının iştirakçılarıdır. Finişə, yaxşı, birinci necə yazaq? 6 nəfərdirsə, birinci, ikinci yer, üçüncü, dördüncü, beşinci və altıncı yer. Hərfləri burada yerləşdirəcəyəm. Əvvəlcə mənə verilənə baxaq. Deyir ki, finişə A, D-dən öncə, C-dən sonra çatdı. Baxın, yoldaşlar, bunu yazmamışdan əvvəl, yerləşdirməmişdən əvvəl özüm üçün balaca burada yazıram. Deyir ki, A, D-dən öncə. A öncə gəlib kimdən? D-dən. Böyüklük işarəsi ilə yazacağım. Nəyə görə? Biraz da bu tərəfdən yazacağım. A böyükdür D-dən. Yəni daha tez gəldi. Böyükdüyünü onu o şəkildə başa düşün.
C-dən isə sonra çatdı. Kiçikdir C-dən yazdım. Yəni bu ikisinin arasındadır. E isə A və B-dən tez çatıb. E-də tez çatıb. Kimdən? A-dan, bir də B-dən. Yuxarıda niyə yazmadım? Bunu deyim sizə. Çünki C-dən tez çatıb çatmadığını bilmirəm. Yəni bunlar ardıcıl deyil. Elə fikirləşməyin. Elə canlanmasın gözünüzdə. Davam edirəm. Deyir ki, D-nin F-dən tez çatdığı məlumdursa. Yox, bir də bizə deyir ki, yuxarıda bir hissəni keçdim. E, A və B-dən tez çatıb. Növbət deyir ki, B, C ilə eyni anda çatıblar. Onda C-yi də bura qoya bilərəm. Eyni anda çatıblarsa, B ilə C-ni bura qoya bilərəm. Yəni yenə E bunlardan böyük, yəni tez çatmış olacaq. D-nin F-dən tez çatdığı məlumdursa. D də tez çatıb kimdən? F-dən. Yaxşı, indi gəlin bir-bir. Bizə deyir ki, hamısını soruşmur əslində. Finişə ən tez və ən gec çatan yarışçılar kimlərdir? Ən tezi 1-ə qoyacağıq, ən geci 6-ya. Baxın, hərflər arasında mən hamısından haqqında yazmışam. A, B, C, D, E, F. Bəli, hamısı burada var. Hamısına bir-bir baxsaq. Deyə bilərik ki, ən son hansıdır? Bax, biz deyirik ki, E əslində bura qoyaq. A, B, C-dən də hətta böyükdür. A, B, C-dən böyükdür. Düzdürmü? E, A, B, C-dən böyükdür. Həm də A da digərlərindən, yəni D və F-dən böyük olduğuna görə E onlardan da böyük olmuş olur. Yəni E böyükdür deyişdə, yəni tez çatmış olur. Düzdürmü? E-yi 1-ə qoyuruq. Qaldı axıra. Əslində cavabımız çıxdı. C variantı çıxır. İndi F tez, ən gec, yəni sonuncu olaraq çatıb, ona baxaq. F bəs. F baxın, əslində ən kiçikdir. E böyükdür A, B, C-dən. Yəni A, B, C də əslində burada yerləşir. A, B, C. Doğrudumu? D də bunlardan balacadır. C-dən də balacadır. F ondasa ən balaca olaraq gedir. Yəni ən gec çatan kimi. E və F kimi yerləşdirə bilərik. Bu da bizim 6-cı sualımız. Keçirim 7-ci suala. Təşkil olunmuş dəyirmi masa arxasında. Deyir ki, təşkil olunmuş dəyirmi masa arxasında Yusif, Telman, İskəndər, Kənan və Valih əyləşmişdilər. Onlar müxtəlif şəhərləri təmsil edirdilər. Mingəçevir, Quba, Sumqayıt, Şəmkir, Bakı. Cədvəlimizi quraqmı artıq? Yazıram. Yusif, Telman, sonra İskəndər, Kənan və Valih. Bunlar hansı şəhərlərin nümayəndəsidir deyir? Mingəçevir, Quba, Sumqayıt, Şəmkir, Bakı. Sumqayıt, Şəmkir, Bakı. Şəmkir və Bakı. Biraz balacalaşsam yerləşir. Aha. Cədvəlimi qurum, sonra oxuyaq, davam edək. İndi cümlələri bir-bir oxuyub təhlil edəcəyik və bizə lazım olanları oradan götürəcəyik. Baxaq, təmsil edirdilər. Yaxşı, buradan o tərəfə oxuyuram. Deyir ki, Mingəçevirin nümayəndəsi Bakının nümayəndəsi ilə Valihin arasında əyləşmişdi. Bax, bu cümlədə nə çıxardarıq? Mingəçevirin nümayəndəsi Bakının nümayəndəsi ilə Valihin arasında əyləşmişdi demək. Valih nə Mingəçevirdən deyil, nə də Bakıdandır deməkdir. Çünki Valih bunlarla eyni yerdə, eyni sırada oturub da bu yoldaşlarla. Onda Valih nə Mingəçevirdən deyil, nə də Bakıdan. Valihə minus qoyuram. Mingəçevirə və Bakıya. Aha. Sonra davam edirəm. Sumqayıtın nümayəndəsi Yusif və Telmanın arasında oturmuşdu. Bu nə deməkdir? Sumqayıtın nümayəndəsi Yusif və Telmanın arasında oturmuşdu demək. Yəni Yusif və Telman Sumqayıtdan deyil deməkdir. Yusiflə Telmana Sumqayıta minus qoyuram. Yusifə minus Sumqayıt üçün. Bir də kim? Telman. Minusumu qoydum. Davam edirəm cümləni. Onların qarşısında əyləşənlər isə Şəmkirin nümayəndəsi ilə İskəndər idi. Yaxşı.
Birinci cümlənin ikinci yarısını təhlil eləyək, sonra qayıdacağım bir də həmin cümlənin əvvəlinə. Şəmkirin nümayəndəsi kimin? Onların qarşısında Şəmkirin nümayəndəsi ilə və İskəndər idi. Şəmkirin nümayəndəsi və İskəndər fərqli insanlardırsa, İskəndər Şəmkirin nümayəndəsi deyil. Düzdürmü? İskəndərə Şəmkir üçün minus qoyuram. Bir də qayıdıram cümlənin əvvəlinə. Qarşı-qarşıya oturublar. Kim? Sumqayıt nümayəndəsi Yusif Telman. Kimlə? Şəmkir nümayəndəsi ilə və İskəndər ilə. Bu o demək ki, Yusif ilə Telman həmçinin Şəmkirdən deyil. Yusif və Telman Şəmkirdən deyil. Yusif, Telman Şəmkirdən deyil. Bir də ki, İskəndər də həmçinin Sumqayıtdan deyil. Çünki qarşı-qarşıya oturublar da bunlar. İskəndər də Sumqayıtdan deyil. İskəndər Sumqayıtdan deyil. Davam edək. Şəmkirlə Sumqayıtı az qalır tapacağıq. Harada qalmışdıq? Buradan Kənandan oxuyacaq. Deyir ki, Kənan Sumqayıtın, Yusif isə Mingəçevir və Bakı nümayəndəsi deyil. Yaxşı, Kənan Sumqayıt nümayəndəsi deyil. Kənan Sumqayıt nümayəndəsi deyil. Sumqayıt çıxdı mı artıq kimdir? Valehdir. Onda sizcələrini minus qoyuram. Devamında deyir ki, Kənan Sumqayıtın, Yusif isə Mingəçevir və Bakı nümayəndəsi deyirlər. Yusif deyil, Mingəçevirin və Bakının nümayəndəsi. Yusifin Quba olduğu çıxdı mı? Qubadandır. Digərlərini minus qoyuram. Yaxşı. Sonra nə deyir? Bakının nümayəndəsi Telmanla həmfikirdir. Bakının nümayəndəsi Telmanla həmfikirdirlərsə, Telman Bakıdan deyil. Telman kim qaldı? Haradan oldu? Yəni Mingəçevirdən. Digərlərinə çıxaq qoysam. Kim qaldı? Necə qaldı? Deməli, artıq məlum oldu ki, İskəndər Bakıdandır. Çünki başqa yer qalmadı. Bakıya minus qoysam, Kənan da müəyyən olundu ki, haradandır? Şəmkirdən. Məndən kimi soruşurdu? Məndən soruşurdu ki, Telman haranın nümayəndəsidir? Telman olur onda Mingəçevirin nümayəndəsi. Baxın, Telman Mingəçevirin nümayəndəsidir. D variantı doğrudur. Keçir növbəti sualımız olan 8-ci suala. Silim, devamına baxaq. 8-ci sualda deyir ki, adları A, B, C, D, E, F olan 6 dost bayram tədbirinə dəvət edilirlər. Onlar haqqında aşağıdaşlar qəbuldur. Tədbirə 4 nəfər şəxs gedib. Yaxşı, tədbirə 4 nəfər gedibdirsə, tədbir üçün 6 nəfərdirlər. 4 dənə yer ayırıram. Görə kimlər gedibdir? Əgər A gedibdirsə, A vardısa, B getməyib. A vardısa, B getməyib. Əgər E getməyibdirsə, E yoxdursa, belə qoyaq, E yoxdursa, kimlər var? A və F-in hər ikisi gedib. A və F ikisi də gedibdir. Belə bir işarə qoyun. Aha. E getməyibsə, A ilə F-in hər ikisi gedib. Əgər E gedibdirsə, kim getməyib? Onda D getməyib. D getməyəcək. Yaxşı. Davam eləyək. Kim gedir? D, C və D tədbirdə iştirak edərsə, C gedib, bir də D gedibdir. Digər 2 nəfəri tapın. Yaxşı. Onda mənə deyir ki, baxın, aşağıya baxın. Deyir ki, D getməyibsə, E gedibdir. Onda D gedibdir axı, onda E getməyəcəkdir. Yəni ikisindən biridir. Əgər E gedibsə, onda D getməyibdir deyir. D gedib axı, onda E getməyib da. E'm yoxdur. E buradan getdi. Variantdan silim də, hardan silim? Aha. E'm getməyib. Yaxşı. Onda mənə deyir ki, 2 nəfər, digər 2 nəfəri tap. C haqqında bir məlumat verməmişdi mənə. Amma biz bilirik ki, indi E getməyib. E getməyibsə, digər 2 nəfər kim gedib? A ilə F gedib da. A və F. Yəni D variantımız doğrudur. Sadə bir sual idi. Növbəti 9-cu suala baxırıq. Beş qardaş var. Kamran, Rəhim, Anar, Cavid və Murad. Bunlardan ikisi əkizdirlər. Qardaşların dediklərinə diqqət edib əkizləri müəyyən edin. Yaxşı, bax, cürələrlə çıxarda bilərik. Deməli, bunlar 5 qardaşdırsa, qardaşlar bir-bir yazıram. Nətər? Birinci qardaş, yəni, bir dəqiqə, ən böyük olan qardaş 1 yazıram. İkinci, üçüncü, dördüncü, beşinci. Burada biri ən böyük qardaş, 5-i də ən balaca qardaş olaraq nəzərə alın. İndi baxaq bir-bir dediklərinə. Kamran deyir ki, məndən kiçik 3 dənə qardaşım var.
Kamrandan kiçik 3 dənə qardaşı vardırsa, Kamran ikinci olur ki, 3 dənə özünə balaca qardaşı olsun. Anar deyir, məndən kiçik bir qardaşım var. Onda Anar bax 4-də olur, 5-də ondan bir dənə balaca qardaş olsun. Rəhim deyir, məndən kiçik 4 qardaşım var. Rəhim deyir ki, məndən kiçik 4 dənə qardaşım vardırsa, Rəhim ən böyük qardaş olmuş olur ki, ondan 4 nəfər balaca olsun. Murad da deyir, məndən böyük 2 qardaşım var. Ondan balaca deyir, yox, böyük 2 dənə qardaşım var. Bax, Kamranla Rəhim böyükdür. Murad onda olur burada. Əkizlər kimdir? Bir dənə Cavid qalıb. Cavid olur 5-də. Cavid heç nə demir əslində. Cavidin heç nə deməmək onun haqqında heç nə bilməyimizdir. Bilir ya 5-dədir. Sadəcə o kimdən? Cavid kimdən ola bilər? Yəni əkiz ola bilər. Bir dənə Anarla da. Onda Kamran gedər. Bax elə Cavidlə Kamran gedər. Anar haqqında məndən kiçik bir qardaşım var. Anarla Cavid heç vaxt olmaz. Nəyə görə? Anar deyir, məndən kiçik bir dənə qardaşım var. O da Cavid olur da. Cavid Anardan kiçiksə bunlar necə əkizdirlər. Dedə getdi. A variantına baxaq. Rəhim və Murad. Rəhim və Muradın arasında Kamran var. Əkiz olmaqları mümkün deyil. Kamranla Rəhim. İndi Kamranla Rəhimin dediklərinə baxaq. Kamran birinci, Rəhim də ikinci qardaşdır. Kamran deyir, məndən kiçik 3 qardaşım var. Hə, bax 3 dənə qardaş var. Yaxşı, Rəhimlə ola bilər. Amma Rəhim nə deyir? Rəhim deyir, məndən kiçik 4 dənə qardaşım var. Rəhimdən kiçik 4 dənə qardaşı var. Bunların hamısı Rəhimdən kiçikdirsə, Kamranla necə əkiz olurlar? İndi Muradla Anar qaldı. Murada baxaq nə deyir? Murad deyir ki, məndən böyük 2 qardaşım var. Yaxşı, onda Murad yuxarıdakılarla əkiz ola bilməz. Çünki ondan böyükdürlər. Böyük olduğunu deyir. Anarla ola bilər, düzdür? Anar yazıb onsuz. Anar nə deyir? Anar deyir, məndən kiçik bir qardaşım var. O da Caviddir. Özündən böyüklər haqqında heç nə demir. Yəni Muradın ondan böyük olduğu, yoxsa əkiz olduğunu bilmirik. Anarla Murad ondasa əkiz ola bilər. C variantı doğrudur. Biraz təhlildə diqqətli olmaq, dediklərinin nə demək istədiklərini bilmək lazımdır. Variantlardan getmək təbii ki, bizim üçün ən avantajlı oldu burada. Devam 10-cu sualda baxaq. Videonu dayandıracağım. Artıq 32 saniyə olub. Dəqiqə olub daha doğrusu. Digər 10 sualı da başqa bir videoda izah edəcəm. Növbəti 10-cu sualımız. Deyir ki, A, B, C, D, E şəxslərinin müxtəlif rəngdə avtomobilləri var. Yaxşı, yazıram buradan. A, B, C, D, E. 5-də düzdür. Aha, müxtəlif rəngdə avtomobilləri var. A-nın avtomobili qırmızıdır. Yaxşı, qabağından yazıram. A-ya yazıram qırmızı. Aha. Sonra nə deyir? B, nə qara, nə göy, nə də sarı deyil. Qara deyil, göy deyil, sarı deyil. Bizə deyir ki, müxtəlif rəngdə avtomobilləri var. A-nınki qırmızıdırsa, onda B-yə qırmızı da olmur. Hansı rənglər var? Bir dənə baxaq. Qara, göy, sarı, qırmızı, başqa da görürsünüz. Yaşıl var, bir də ağdır, yox, ağdır. Bax, burada deyir ki, E-də isə ağ. Əslində variantdan baxsaydım daha yaxşı olardı. Qara, göy, ağ, sarı, qırmızı. Onda bax, B-yə deyir ki, nə qara, nə göy, nə sarı. Bir də A-nınki qırmızıdırsa, qırmızı da deyil. Nə qaldı? Ağ qaldı da bir dənə. B onda ağ. Aha. Sonra C-yə baxırıq. Deyir, C-də həm qara, həm də göy rəngdə avtomobil var. Həm qara, həm də göy. Yaxşı, C-də qara. Demək ki, hərəsində bir dənə deyilmiş. Bir də göy. Davam edirəm. D-də sadallanan bütün rənglərdə maşın var. Yazıram hamısı. Aha. E-də isə ağ və göy rəngli avtomobillər var. Ağ və göy. Ağ və göy var. Yaxşı, sonra dostlar görür ki, müxtəlif rəngli avtomobillərlə gəldilər. C, D, E uyğun olaraq hansı rəngli avtomobillərlə gələrlər? Onda B-yə siz nə deyə bilərik? B-də deyir ki, nə qara, nə göy, nə də sarı deyil. Biz axı ağ yazdıq, qırmızını da ondan çıxdıq. Qırmızı ondan çıxmamalıyıq. Bilirsiniz niyə? Çünki başda bizə deməmişdi, mən də ona görə götürdüm də. Yəni ki, hərəsinin bir dənə avtomobili yox, bir neçə avtomobili ola bilər.
Onda ağın yanına bir dənə də qırmızı yazıram yoldaşlar. Əslində onsuz da bir işə yaramayacaq. Yenə də yazıram. Baxın, indi hansı rəngdən gəlibdir? A nə ilə gələ bilər? A-nın baxın bir dənə qırmızısı var. A qırmızı ilə gələcək də mütləq. Çünki başqa heç nə ilə gələ bilməz. A-ya yazdım, mütləqdir ki, qırmızı. Sonra B-yə yazıram ki, ağ qırmızı ilə gəlibdirsə, B məcbur hansı maşını ilə gələcək? Ağ maşını ilə gələcək. Yaxşı, qırmızı getdi, ağ getdi. Bax, Y-yə fikir verin. Y ağla gələ bilməz artıq. Müxtəlif rəngli gəliblər axı. Y də oldu nə? Göy. Əgər Y göy ilə gəlibdirsə, onda C göy ilə gələ bilməz. Məcbur qaldı qara ilə gəlsin. Kim? C. C qaldı qara. Bizim hansı qalır? Bir dənə D qalır. D-də hamısı var. D-də hamısı vardırsa, qırmızı, ağ, göy, qara getdi. D-yə nə qaldı? Sarı. Bizdən kimləri soruşurdu heç? Dəqiq baxmadıq. C, D, E. C, D, E. Qara, sarı, göy. Qara, sarı, göy. Qara, sarı, göy, yəni Y variantı. Nə qədər belə boş yerdən yazıq getdi. Hər sualın sonunda istəyirəm soruşam ki, kim haranı başa düşmədi. Hazırlıqdan o qədər alışmışam ki. Baxaq 11-ə. 11-də deyir ki, bankda müştəri xidmətləri şöbəsini gözləyən A, B, C, D, E, F, G adlı şəxslərin sıra nömrələri aşağıdakılar məlumdur. Sıra nömrələri haqqında aşağıdakılar məlumdur. Yaxşı, neçə nəfərdirlər bunlar? 7 nəfərdirlər. Nömrələyirəm buradan. 1, 2, 3, 4, 5, 6, 7. İndi bunları yerləşdirməmişdən əvvəl təbii ki, özümüz üçün verilənləri müəyyənləşdirəcəyik, sonra yerləşdirəcəyik. Yaxşı, mənə nə deyir? Deyir ki, A şəxsi C-dən əvvəl D-dən isə dərhal sonradır. Dərhal sonra demək. A şəxsi kimdən əvvəldir? C-dən əvvəldir. Bax, yenə böyük kimi götürürəm də bunu. D-dən isə dərhal sonradır. D. Bu nə deməkdir? Yəni, A ilə C-nin arasında adam ola bilər. Yəni, başqa bir şəxs ola bilər. Amma A ilə D-nin arasında heç bir şəxs ola bilməz. Bunlar yanaşıdır. Çünki dərhal sonra deyir. Deyir ki, C şəxsi ikincidir. C yazıram onda elə birbaşa 2-yə. C-ni yazdım, bax, bura 2-yə. Davam edirəm. F-dən sonra 4 nəfər növbəyə durmuşdur. F-dən sonra 4 nəfər. 3, 4. Növbəyə durmuşdur. B şəxsi D-dən əvvəl sıra nömrəsini almışdır. B D-dən də əvvəldir. D-dən əvvəldir. Yəni belə B-yi buraya yaza bilərəm. Əslində bundan yerim qalmadı. Elə yerdən yazmışam ki. Növbə buna görə sırada ilk duran şəxs kimdir? Yaxşı, gəlin yerləşdirməyə baxaq. F əgər başdadırsa, F başda olsa C-dən yaxşı sonra. Bizə deyir ki, D ilə A-yı, bax, B, D, A. Bunları necə yerləşdirərəm? Mən deyə bilərəm ki, D ilə A burada əvvəldədir da. Yəni ki, 1-də ola bilmir, D və A 1-də olmur. İlk olan şəxs kimi, sırada ilk olan şəxs kimdir? Nə D-dir, nə də A-dır. Çünki D-ni bura qoysan, A-nı düz yanına qoymalısan, qoya bilmirsən. A-nı da qoya bilmirsən. D deyil, A deyil. C-nin onsuz ikinci olduğunu demişdi. Bizə deyir ki, B D-dən əvvəldir. Əslində B başda ola bilər deyə bilmərik. Çünki heç baxın variantda B yoxdur. B-ni də 1-ə qoya bilmirik. Növbəti kim qalıb? Bax, bizə deyir ki, D və A-dan sonradır. C, D və A-dan sonradır. Onda C də başda olmayacaq. Qaldı bir dənə F, bir dənə E. E haqqında bizə nə deyir? E haqqında bizə işini demir, düzdür. Amma F haqqında deyir ki, F-dən sonra 4 nəfər növbəyə durmuşdur. Yaxşıcan yerləşdirə bax, görün necə yerləşdirərik. F-i qoysam başa, birinci al. F-i qoydum başa. Bundan sonra 4 nəfər var. F-dən sonra 4 nəfər var demək, F başda deyil deməkdir əslində. F başda olsa, F-dən sonra neçə nəfər olar? 6 nəfər olar. Bizə nə deyir? 4 nəfər durmuşdu. F-in əslində harda olduğunu deyir, sadəcə diqqət eləmədik. F-dən sonra 4 nəfər vardırsa, baxın, 1, 2, 3, 4.
F bax burada olur. F buradadır ki, ondan sonra 4 nəfər olsun. Onda məcbur başa E qalır. Digərlərini də yerləşdirsən necə yerləşdirərəm? Bura yazaram. Bura D yaza bilmərəm. D yazsam B-ni hara qoyacam? B D-dən əvvəldir axı. B-yi qoydum bura. Sonra D-yi qoydum. Sonra A-yı qoydum. Bax sonra da C-yi qoydum. Necə yerləşdirdim? Yuxarı baxdım, yerləşdirdim. E başladı ondasa. Yəni birinci növbədə durubdur. Devam edək. 12-ci sual. Dedim yarıda kəssəm, kəsmədim. Elə belə də davam edirik, gedək. Siz qoyun uzun olsun. Axıra qədər izləyin. Marketdəki şöbələr girişdən başlayaraq 1-dən 6-ya qədər nömrələnmişdir. Yoldaşlar, mən bunu indi belə söndərib yazacağım. Çünki yerim çox azdır. Dərs qaldı, belə deyim. Hansı sual idi? Çox getdim yuxarı. 12-ci suala baxırdıq. Yaxşı, 1-dən 6-ya qədər nömrələyəcəyəm. 1, 2, 3, 4, 5, 6-ma az yer qaldı. 2, 3, 4, 5 və 6. Yaxşı. İndi gəlin bir-bir oxuyaq. Oxuyub burada yerləşdirəcəm. Deyir ki, məişət kimyası şöbəsi birinci olmayan içkilər şöbəsindən sonradır. İçkilər birinci deyil. Birinci olmayan, həm də ki, içkilərlə məişət kimyası arda-arda durub, elədirmi? Məişət kimyası şöbəsi birinci olmayan içkilər şöbəsindən sonradır. Yaxşı, içkilər birinci deyil, məişət kimyası da birinci deyil. Ət və süd məhsulları şöbəsi çörək şöbəsindən əvvəldir. Bunlar da böyük nə balaca ilə yazsaq, daha tez yerləşdirə bilərik əslində. Məişət kimyası yazıram. Məişət kimyası nədən sonraydı? İçkilər. İçkilər böyükdür yazsam. Məişət kimyası. Məişət kimyası. Yaxşı, bunu burada qeyd elədim. Devamında ikincisi də bizə nə deyir? Deyir ki, ət və süd məhsulları şöbəsi çörək şöbəsindən əvvəldir. Ət və süd. Ət yazıram elə. Ət və süd yaxşı. Nədən əvvəldir? Çörək şöbəsindən əvvəldir. Çörək. Sonra nə deyir? Deyir ki, konservləşdirilmiş məhsullar şöbəsi içkilər şöbəsindən sonradır. İçkilərdən sonradır. Əslində bu tərəfə yaza bilərəm. Bax, içkilər buradadır. Konservləşdirilmiş məhsullar. Konservləşdirilmiş məhsullar. Sonradır və onların arasında yalnız bir şöbə var. Əslində düz tapmışam. Baxın, bu nədir burada? Məişət kimyası da onların arasındadır. Bu üçü demək ki, ardıcıldır. İçkilər, məişət kimyası, sonra konservləşdirilmiş məhsullar. Devamında deyir ki, meyvə tərəvəz məhsulları şöbəsi ət və süd məhsulları şöbəsindən əvvəldir. Meyvə və tərəvəz ət və süddən əvvəldir. Yaxşı, buradan yazıram. Bunlardan əvvəldir. Ət və süddən. Nə dedi? Meyvə və tərəvəz. Meyvə yazsam elə yəqin ki, biləcək. Əvvəldir. Və onların arasında 3 şöbə var. Bunların arasında da 3 dənə şöbə var. 3 dənə şöbə bilsiz hansılardır? Və bu 3 dənə ardıcıl olanlar. Onda elə gətirib yerləşdirə bilərəm da mən. 6 dənə oldu, onsuz. Başda meyvə və tərəvəzi qoyaram. Meyvə. Sonra ət və süd, bunların arasında, meyvənin ət və südün arasında 3 dənə şöbə var. Bunların da ardıcıl olduğunu bilsəm. İçkilər şöbəsin bura. Məişət kimyası şöbəsin bura. Konservləşdirilmiş məhsullar şöbəsini bura. Ət və süd qaldı bura. Axırıncıda da çörək. Məndən nəyi soruşurdu? Məndən soruşur, 6-cı şöbə hansıdır? 6-cıdır. Demək, çörək şöbəsi. D variantımız doğrudur. Biraz uzundur, adları uzundur əslində. Ona görə çox yer apardı. Yoxsa asan sualdır. Devam edək. 13-cü sual. Növbəti 13-cü sualdan devam edirik. Bizim deyir ki, mühəndis, müəllim, tilinger, həkim və vəkil vəzifələrində çalışan ABCD eyni binanın müxtəlif mərtəbələrində yaşayırlar. 5 mərtəbəli bir binadır. Hər biri fərqli mərtəbədə yaşayır. Yaxşı, cədvəlimizi qursaq. Yazıram kənardan müəllim.
mühendis, mühendis. Sonra çilingər, həkim, vəkil. Çilingər, həkim və vəkil. Bunlar A, B, C, D və E ilə işarə edib. A, B, C, D və E. Cədvəlimizi quraq. Yenə 3 dənə məfhumumuz var. Yəni bir də bizə hansı mərtəbədə yaşadıklarını deyir. Onu da yenə ayrı olaraq götürəcək. Onu hardan götürürüm? Bax, bu kənardan götürürəm. Buraya yazıram 5 yerə bölüm. 5 mərtəbə olduğuna görə. Buraya yazıram 1-ci mərtəbə aşağıda olduğuna görə. 2-ci mərtəbə, 3-cü mərtəbə, 4-cü mərtəbə və 5-ci mərtəbə. İndi gəlin bir-bir oxuyaq. Deyir ki, bu şəxslərin ikisi qadındır. Yaxşı, ikisinin qadın olduğunu ağlımda tuturam. İkincidə deyir ki, D vəkilin yaşadığı mərtəbədən 3 mərtəbə yuxarıda, 3 mərtəbə aşağıda yaşayır. Hə. D vəkil deyil. Bu cümlədən iki anlayış çıxır. Bizə deyir ki, D vəkilin yaşadığı mərtəbədən. Yəni D vəkil deyil. D vəkil deyil. Və vəkilin yaşadığı mərtəbədən 3 mərtəbə aşağıda yaşayır. Yəni, belə deyim yoldaşlar, vəkil 3-də yaşaya bilməz. Çünki misal üçün, vəkil 3-də yaşasa, biz deyərik ki, ondan 3 mərtəbə aşağıda yaşayır axı D. Bəs 3-dən 3 mərtəbə aşağı -1-də, yəni badvala düşür. Bu mümkündür, deyil ki. Bu birsiz nə deməkdir? Vəkil ya 4-də yaşayır, ya da 5-də yaşayır. Buna uyğun olaraq D ya 2-də yaşayır, ya da 1-də yaşayır. Əgər vəkil 4-də yaşasa, D 1-də yaşayacaq. Vəkil 5-də yaşasa, D 2-də yaşayacaq. Bunu sonra düzəldəcəyik. Yeni bilmirik hələlik. Deyir ki, həkim qadındır. Həkimin yuxarısından buraya yazım qadın. Və o, A-nın yaşadığı mərtəbədən 2 mərtəbə aşağıda yaşayır. A deyil demək ki, A-nın yaşadığı mərtəbədən 2 mərtəbə aşağıda yaşayır. A harada yaşayırsa, ondan 2 mərtəbə aşağıda. Yəni burada kim yaşayır? Həkim. Bir kənardan yazaq. Sonra nə deyir? Deyir B, çilingərin yaşadığı mərtəbədən. B çilingər deyil. Düzdürmü? Çilingərin yaşadığı mərtəbədən 2 mərtəbə yuxarıda yaşayır. 2 mərtəbə yuxarıda yaşayırsa, əslində D də çilingər deyil ondasa. Niyə? Bax, 1-də 2-də yaşamayacaq. 1-də 2-də D 3 mərtəbə yuxarıda yaşamaq demək. Əslində, bir də baxaq. Yox, 2 mərtəbə yuxarıda yaşayır deyir. B çilingərin yaşadığı mərtəbədən 2 mərtəbə yuxarıda yaşayır. Yəni 2 mərtəbə yuxarıda yaşayır demək, ya 3-dədir, ya 4-dədir. Vəkil hansında yaşasa, onun yerini dəyişəcək. Və ondan yuxarı mərtəbədə yaşayan şəxs qadındır. 5-də yaşaya bilməz. Ya 3-dədir, ya da 4-də. B ya 3-dədir, ya da 4-dəki, ondan yuxarıda biri yaşayacaq. Yaşayan şəxs kim olacaq? Qadın olacaq. E qadındır və o 1-ci mərtəbədə yaşayır. Axır ki, bir net məlumat verdi bizə. 1-ci mərtəbədə kim yaşayırmış? E. E-ni qoydum 1-ə. Ondasa, vəkil D2-də yaşayırsa, vəkil dediyin ondan 3 mərtəbə yuxarıda yaşayacaq. Yəni 5-də yaşayacaq. Yaxşı, vəkili də bura qoyduq. Vəkil. Aha. Sonra davam edək. E qadındır deyil bizə bir də. E qadındır. E. Qadın. Yaxşı. Bizə indi deyil ki, B dedik ya 3-də yaşayır, ya 4-də yaşayır. A-dan 2 mərtəbə aşağıda həkim yaşayır. A harda? A 2-də deyil, 3-dədir ya 4-də. Bizə nə qalıbdır? B, A, B, C-imiz qalıbdır, düzdürmü? A yuxarıda yaşayır. A ən azı harda yaşaya bilər? A 3-də yaşasa, onun 2 mərtəbə aşağıda həkim yaşayacaq. Yəni, E-ni həkim kimi götürə bilərik. Əslində, uyur, nətər üstə düşür. Bizə yuxarıda deyirdi, həkimdə qadındır. Bir də aşağıda E deyir, qadındır. Gəlin, belə götürək də, E-ni həkim götürək. Çünki başqa mütləq bir şey götürə bilmirik. Belə baxaq. Bura qoyaq nə? Həkim. Deməli, biz deyə bilirik ki, əslində həkim E qadındır və həkimdir. Nəyə görə? Baxın, həkimlə E üst-üstə düşür. Çünki mənə deyir ki, E həkimdir. Həkim qadındır. Baxın, yuxarıda deyir ki, həkim qadındır və aşağıda yaşayır. 2 mərtəbə aşağı. Yəni, aşağı mərtəbələrdə yaşayır. Həmçinin E də
həm qadındır, həm də ki, aşağıda yaşayır. İki dənə qadınımız var. Biri aşağıda yaşayır, biri yuxarıda yaşayır. Yuxarıda yaşayan bax burada deyir ki, üçüncüsüdə deyir ki, B-dən bir mərtəbə yuxarıda yaşayır və qadındır. Yaxşı, ondasa E-yə həkim desəm, mən bilirəm ki, baxın, həkimdən 2 mərtəbə yuxarıda A yaşayır. A-yı bura qoysam, B məcbur düşür bura. Demişdik ya 3-də olacaq, ya 4-də. B-yim düşür bura, C-yim də qaldı, baxın, vəkilə. Vəkil həm də qadındır. Yaxşı, deməli, mən nəyi bilə bilərəm artıq? Nəyi müəyyənləşdirdim? Mənə deyir ki, B çilincənin yaşadığı mərtəbədən 2 mərtəbə yuxarıda yaşayır. B kimdən 2 mərtəbə yuxarıda yaşayır? D-dən. D ondasa çilincərdir, düzdürmü? Çilincər. Niyə buradan yazıram ki? D çilincərdirsə, başqa kimi bildim? Vəkilin C olduğunu bildim. Bir də E-nin həkim olduğunu bildim. Həkim edir. Məndə qaldı A ilə B. Ya müəllimdir, ya mühəndis. Bizə verilənlərdən, bu yurda yuxarıdakından heç birində həkim də mühəndisin də adını çəkmir. Bağışlayın, müəllimlə mühəndisin adını çəkmir. Mütləq doğru variantı deyir. Müəllim 4-cü mərtəbədə yaşayır, yenə bilmirik. Ya A-dır, ya B. Dəqiq deyil yəni. A mühəndis vəzifəsində çalışır və 3-cü mərtəbədə yaşayır. A mühəndisdir, bilmirik yenə. Ola da bilər, olmaya da bilər. A ilə B-yi bilmirik. Qadınlardan biri müəllim vəzifəsində çalışır. Bax, bu yanlışdır. Bu getdi, bu getdi. C də yanlışdır. Qadınlardan biri müəllim vəzifəsində çalışır. Biri dedik həkimdir, biri də vəkildir. Vəkil də qadın oldu. Ondasa 3 nəfər şəxsin hansı mərtəbədə yaşadığı məlum deyil. 3 nəfər yox, 2 nəfər. C A-dan 2 mərtəbə yuxarıda yaşayır. Bu tamamilə doğrudur. Mərtəbəmizə baxın. Qarman sorman heç nə bilinmir artıq. Fərqli bir rəng götürüm. Baxın, C A-dan 2 mərtəbə yuxarıda yaşayır. A 3-də yaşayır, C də 5-də. Y variantı doğrudur. Keçirik 14-cü suala. Növbət keçir. Başlayaq 14-cü sualın izahına. Yer açsın bizim üçün. Biraz yaxınlaşdırın, başlayaq. Deyir ki, restoranda hər gün 3 yemək təklif olunur. Yeməklər bunlar ola bilər. Kebab, plov, dolma, balıq, salat, toyuq. Hər gün yeməklər aşağıdakı şərtlər əsasında hazırlanır. Ondasa belə yazaq. 3 gün deyir. Birinci gün, ikinci gün və üçüncü gün. Hansı şərtlər əsasında hazırlanır? Deyir ki, balıq hansı gün menyuda olsa, plov da menyuda olmalıdır. Belə yazıram yuxarıdan. Balıq vardırsa, plus plov da var. Sonra ikinci şərt nə deyir? Dolma menyuya hansı gün salınıbsa, səhəri gün, yəni ardıncıl olaraq menyuya salına bilməz. Birinci gün dolma vardırsa, ikinci gün dolma olmayacaq. Yəni ardıcıl olmayacaq. Dolma ardıcıl olmayacaq. Ardıcıl yazıram. Sonra toyuq menyuya ancaq saat menyuya salınan gündən sonraki günə salına bilər. Salat, əgər ikinci gün belə deyək, misal üçün ikinci gün salat vardırsa, üçüncü gün toyuq ola bilər. Toyuq ancaq saat menyuya salınan gündən sonraki gün salına bilər. Yaxşı, bir gündə təklif olunan 3 yeməkdən yalnız biri səhər üçün menyuya salına bilər. Əgər kebab, dolma, plov birinci gün, kebab, fərqli bir rəng götürüm. Kebab, plov, dolma. Düzdürmü? Birinci gün. Plov və dolma. Və deyir ki, dolma, kebab, salat, dolma üçüncü gün menyuya salınıbsa, kebab üçüncü gün. Salat və dolma. Və dolma. Yenə dolma. İndi bizə nə deyir? Təzədən oxuyaq və yerlərinə qoyaq. İkinci günü soruşur. Deyir ki, ikinci gün hansı yeməklər menyuya salınıb? Başdan başlasaq, deyir ki, balıq hansı gün menyuda olsa, plov da menyuda olmalıdır. Buna hələ baxarıq. Dolma menyuya hansı gün salınıbsa, səhər gün, yəni ardıcıl olaraq salına bilməz. Birinci gün dolma var, düzdürmü? İkinci gün ola bilməz. Dolma olan variantları silirik. Bir dənə D variantı gedir. Devamında, toyuq menyuya ancaq salat menyuya salınan gündən sonraki gün salına bilər. Yəni, birinci gün salat varsa, ikinci gün toyuq olacaq. Birinci gün salat yoxdur, ikinci gün toyuq olmayacaq. Ondasa toyuq olan variantlar da gedir.
A variantı getdi və C variantı getdi. Növbətinə baxırıq. Deyir ki, bir gündə təklif olunan 3 yeməkdən yalnız biri səhər üçün salına bilər. Bu nə deməkdir? Kebab, plov, dolma. Kebab, plov, dolma. Sadəcə bir dənəsi salına bilər. Bunu da qəbul elədik. Bizə bir də deyir ki, balıq hansı ki menyuda olsa, plov da menyuda olmalıdır. Variantlara baxın. B variantında balıq var, amma plov yoxdur. Bu mümkün deyil axı bizə verilən şərtlərlə. Plov, balıq, salat qoya bilərik. Yəni doğrudur. Cavabımız G variantı. Növbəti 15-ci suala baxaq. Bir marketdə K, L, M, N, P, R, S, T markalı sabunlar satılır. Sabunlar aşağıdan yuxarıya doğru nömrələnmiş 5 rəfdə yerləşdirilmişdir. 5 dənə rəfdir. Aşağıdan yuxarı doğru sıralanmış, nömrələnmiş. Onda yazıram 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci rəfim. Bunlar mənim rəflərim. İndi deyir ki, baxın 10 dənə hərfimiz var. 10 dənə deyil, 8 dənədir. Demək ki, hərəsində bir dənə yox, 2 dənə də ola bilər. Məlumdur ki, hər rəfdə ən çox 2 fərqli markanın sabunları yerləşir. Fərqli olmalıdır, eyni olmayacaq. Hər rəfdə ən çox 2, yəni 3 ola bilməz. 1 də ola bilər, 2 də ola bilər. 3-cü rəfdə ancaq P markalı sabunlar yerləşir. Əgər 2 dənəsi yerləşəcəksə, mən bura 2 xanalı edim. Deyir ki, 3-cü rəfdə ancaq P markalı sabunlar yerləşir. 3-ə qoydum P, başqa da heç nə olmayacaq. Ancaq P markalı sabunlar. N və L markalı sabunlar S markalı sabunlardan bir rəf yuxarıdadır. Ondasa bizə deyir ki, N və L markalı sabunlar S markalı sabunlardan bir rəf yuxarıdadırsa, N ilə L, bura yazmayayım, üzərini tutur. N ilə L eyni yerdədir. S-dən də bir mərtəbə yuxarıdadır. Baxın indi, ya S 1-də, N ilə L 2-dədir, ya da S 4-də, N ilə L 5-dədir. 2 variantımız var. 4-cü şərtimizə baxırıq. Başlayayım bir dəqiqə. K markalı sabunlar T markalı sabunlarla fərqli rəfdə olub, M markalı sabunlardan bir rəf aşağıdır. K markalı sabunlar T ilə fərqlidir. K hardadırsa, T orada deyil. K bərabər deyil T'yə. Və deyir ki, K, M markalı sabunlardan bir rəf aşağıdadır. Yəni, öncə M'dir, aşağısında K'dır. Sonra baxırıq nəyə? R markalı sabunlar S və M markalı sabunlarla eyni rəfdə deyil. R, S ilə M ilə eyni yerdə olmayacaq. R bərabər deyil, hər yeri doldurduq. R bərabər deyil, S və M. Bərabər deyil. Sonra nəyə baxırıq? S markalı sabun P markalı sabundan aşağı rəflərdən birindədir. Yaxşı, S markalı sabun aşağı rəflərdən birindədir, P-dən aşağıdadır. Ondasa mən N, L-im və S-im aşağıya yerləşdirirəm. Yəni N və L bura yerləşdirirəm, S-i bura yerləşdirirəm. Sonra mənə indi verilənlər. Mənə demişdi ki, R, S və M ilə bir yerdə deyil. R burada deyil yəni. R yuxarıdadır. Sonra K markalı sabunlar deyirdi ki, T markalı sabunlar fərqli rəfdə olub, M markalı sabunlardan bir rəf aşağıdadır. M-dən aşağıdadırsa, M yuxarıdadır, K-da aşağısındadır. Əgər R, S və M-dən eyni yerdə deyilsə, sadəcə burada qalır nə? K. K ilə bir yerdə olsun. Və deyir ki, K ilə də T eyni yerdə olmayacaq. T-yi bilmirəm sadəcə. Mən deyə bilmərəm ki, T S-in yanındadır, yoxsa M-in yanındadır. T haqqında başqa bir şey demir. Sadəcə deyir K-in yanındadır. K-in də yanına onsuz R qoymuşam. İndi gəlin baxaq suallarımıza. 3 dənə sual verib mənə burada. Sadəcə T-yi bilmirəm və suallara baxıram. Aşağıdaşları hansı mütləq doğrudur? R markalı sabunlar 1-ci rəfdədir. Səhvdir. 4-cü rəfdədir. R və K markalı sabunlar eyni rəfdədir. R ilə K doğrudur da. Eyni rəfdədir. Sonra keçək ikinci suala. Aşağıdaşların hansı mütləq səhvdir? T markalı sabunlar 1-ci rəfdədir. Mütləq səhvdir deyə bilmərik. 5-də də ola bilər. N markalı sabunlar T markalı sabunlardan aşağı rəfdədir. N T-dən aşağıdadır. Buna yenə mütləq səhv deyə bilmərik. Yenə T-yi bilmirik. Ola da bilər, olmaya da bilər. R markalı sabunlar M markalı sabunlardan bir rəf aşağıdadır. R M-dən aşağıdadır, düzdür. Mütləq səhv deyir. Bu da getdi. S markalı sabunlar 4-cü rəfdədir.
S4-də deyil, 1-dədir. Bunu da dəqiq bilirik. Ona görə D variantımız mütləq səhvdir. Və üçüncü sualımız, T markalı sabunlar 5-ci rəfdə olarsa. Aha, mənə T-yi verdi. T markalı sabunlar 5-ci rəfdə olarsa, aşağıdakilərdən hansı mütləq səhvdir? S markalı sabunlar 1-ci rəfdədir. Bu düzdür. K markalı sabunlar S markalı sabunlardan üstdəki rəflərdən birindədir. Nə? K S-dən yuxarıdadır deyir. Düzdür. Mən səhv axtarım. R markalı sabunlar L markalı sabunların üstdəki rəflərdən birindədir. R L-dən yuxarıdadır deyir. Yəni R L-dən yuxarıdadır. Doğrudur. Səhv axtarım. P markalı sabunlar R markalı sabunların altındakı rəflərdən birindədir. Bu da düzdür. P R-dən aşağıda yerləşir. N markalı sabunlar 4-cü rəfdədir. Yanlışdır. Çünki 2-ci rəfdədir. N-imiz baxın buradadır. Devam edək 16-cı sualımızla. Şahmat turnirində A, B, C, E, F, C, M yarışıblar. Yarışların nəticələri ilə bağlı aşağıdakiler məlumdur. Yaxşı. Neçə yarışmacı var? 7. Onda mən sıralayayım buradan. 1, 2, 3, 4, 5, 6, 7. Gəlin indi baxaq. Başlayayım. B birinci olmayıb. Amma A-dan yaxşı nəticə göstərib. B birinci deyil. Amma A-dan yaxşı nəticə göstərib. Belə yazaq onda. B böyükdür açımı yazıram. Bu məntiqimizi artıq tutmusunuz. Yəni daha yaxşıdır. Amma birinci deyil. A-nın nəticəsi C-dən daha yaxşı, C-dən daha aşağıdır. A C-dən yaxşıdır. A belə yazım. A C-dən yaxşıdır. C-dən daha yaxşı. Baxın, C deyir. C-dən daha yaxşı, C-dən daha aşağıdır. C. Yəni A ortalarda yerləşir. M yalnız E-dən yaxşı nəticə göstərib. Bu nə deməkdir? M yalnız E-dən yaxşı nəticə göstəribsə, baxın. Ondasa sadəcə E-dəndirsə, M-i qoyuram 6-ya, E-yi də qoyuram 7-yə. Sadəcə E-dən yaxşı nəticə göstərib. C 4-cü olmayıb. C bərabər deyil 4-ə. Turnirdə 5-ci yeri hansı yarışçı tuta bilər? Yaxşı. Gəlin indi bir sıralayaq. A-nın ortada olduğunu bilirik. B birinci deyil. B-yi gəlin qoyaq 2-yə. Onda A-dan daha yaxşıdırsa, A-dan daha yaxşı. Baxın, C-yi 4-ə qoya bilmirəm. Ondasa A-yı 4-ə, C-yi 5-ə, C-dən də, baxın C-ni, A-nı ortaya qoymalıyam. C-ni bura qoysam, mənim hansı hərfim qalır ki? A, B, C, D yoxdur, E, F. F qalır da bir dənə. Sadəcə F haqqında bizə başqa işini deməmişik ki. Turnirdə 5-ci yeri hansı yarışçı tuta bilər? C tuta bilər. Variantımız səhv oldu. Bəs nəyə görə? Ondasa belə baxırıq da. C-yi bilmirik. C A-dan yaxşı nəticə göstərməyib. Belə baxaq ondasa. Necə baxaq? Baxın ondası. Bunları sildək. Sadəcə M ilə E-yi bilirik. C-də 4-də deyil. C 4-də deyilsə, C-yi yaxşı onda 3-ə qoyaq. Belə deyək onda. C-yi 3-ə qoysaq, 4-də deyil, 5-ə qoyanda səhv çıxır. Ondasa A-ya qoyaram bura, ortaya düşsün yenə. C-yi qoyaram bura və deyir ki, biz səhv yazıq əslində. A deyir, B-dən aşağı nəticə göstərib. Yenə yanlış oraqı. Biz burada başdan səhv oxumuşuq. Mən daha doğrusu oxumuşam. Çünki C başlayın. C 4-cü olmuşdur yazır. Mən olmamışdır qeyd edib səhv getmişəm. Yaxşı, ondası gəlin təzədən yazaq burada. C-yi qoyuram 4-ə. A-nı qoyuram onda. A ortada olacaqsa A-yı qoyuram 3-ə. A-nı birsiz niyə 3-ə qoyuram? Çünki A 2 dənəsindən, baxın, həm B-dən, həm də C-dən aşağıdır. Ona görə A-nı qoyuram 3-ə. B 1 deyilsə 2-dir. C-yi qoydum yuxarı. Aşağı nə qaldı? 5-ə qaldı bu dəfə F. İndi isə doğru olar. Cavabımız F, yəni A variantı. Doğrudur. Yanlış oxuyanda bir dənə yanlış oxudum. Hamısı səhv getdi. Baxırıq 17-ci suala.
17-ci sualı oxuyaq və həll edək. Deyir ki, X, Y, Z və T-nin rəsm əsərləri gümüş çərçivədə, K, L, M, N və P-nin əsərləri isə taxta çərçivədədir. Bu rəsmlər bir zalın 4 divarından aşağıdakı şəkillərlə asılmışdır. Yaxşı, deməli, bir zalın 4 dənə divarından asılıblar. Yazıram birinci divar, ikinci divar, üçüncü divar və dördüncü divar. Aha. İndi mənə nə deyir? Zaldakı divarların ikisində 3, üçüncüdə 2, dördüncüdə 1 rəsm asılmalıdır. Ondasa ikisində 3 dənə, üçüncüdə 2 dənə və axırıncıda 1 dənə rəsm olacaq. Divarda birdən artıq rəsm asılacaqsa, onlardan ən azı biri taxta çərçivəli rəsm əsəri olmalıdır. Yaxşı, bunu da yadımıza saxlayırıq. Birdən artıqdırsa, yəni bu hansına aiddir? Birinci, ikinci və üçüncü divara aiddir. Dördüncüsünə aid olmayacaq. Dördüncüdə sadəcə gümüş çərçivə olacaq. Davam edirik. Bizə deyir ki, X-in əsəri nə Z, nə də T-nin əsəri ilə eyni divarda asılmamalıdır. X bərabər deyil Z və T bərabər deyil. Sonra nə deyir? Deyir ki, M və L-in əsərləri mütləq eyni divarda asılmalıdır. M bərabərdir L-ə. Sonra da deyir ki, M və Y-in əsərləri eyni divardan. Baxın, onda Y də bura gəldi da. M-lə Y eyni yerdə olmalıdır. L də M-lə mütləq eyni yerdə olmalıdır. Və bunun 3 dənə oldu. Bunu da aparıb üçlü divardan birinə salıram. M, L, Y-i qoydum bura. X-in əsəri 3 rəsmin olacağı divardan birinə asılarsa, onda X-i qoydum bura. Divardan asılan tək rəsm kimin olmalıdır? Baxın, bir rəsm, tək rəsm onda 4-cü divar soruşur. Fikir verin, biz demişdik ki, başda bu gümüş olmalıdır. Yəni, gümüşlərə baxın, hansı gümüşlərimiz var? X, Y, Z, T. X ilə Y gedib də, nə qalır? Z ilə T. Yəni, Z ilə T-nin hansısa birinci olmalıdır. Əslində, Y variantı. Z və ya T-nin. Bu qədər. Devam edirik. 18-ci suala baxaq. 3 qardaş İskəndər, Cavid və Samir 3 universitetdə ABC müxtəlif fənləri tədris edirlər. Yaxşı, tez yazıram. İskəndər, Cavid, Samir. Cavid və Samir. 3 dənə universitet. ABC. A, B, C. 3 dənə müxtəlif fənni tədris edirlər. Elə burada yazacağım. Çünki azdılar. Çox insan olsaydı. Bir dəqiqə 3 müxtəlif fənni tədris edirlər. Hansılar ilə variantlardan keçsən biologiya, iqtisadiyyat, tarix. Biologiya, iqtisadiyyat və tarix. Cədvəlimizi quraq. Sonra başlayaq. Burada B ilə C-yi də ayırım. Biologiya, iqtisadiyyat. Baxaq indi. Deməli, deyir ki, İskəndər A-da, Cavid isə B-də işləmir. İskəndərə A-ya mənfi qoyuram. Cavid B-də işləmir. Davam edirik. A-da işləyən şəxs tarixi tədris etmir. A-da kim işləyirsə, o tarixi tədris etmir. Yaxşı, bu elə qalsın hələ. Bilmirik hələ A-da kim işləyir. Bizə deyir ki, B-də işləyən şəxs iqtisadiyyat tədris edir. B-də kim işləyirsə, o iqtisadiyyat tədris edəcək. Cavid B-də işləmir deyə, Cavid iqtisadiyyat tədris etməyəcək. Düzdürmü? Ən azından bunu bilirik. Sonra nə deyir? Cavid biologiyanı tədris etmir. Cavid biologiyanı da tədris etmirsə, iqtisadiyyat da tədris etmirsə, qaldı tarixə. Tarix nicələrinə mənfi qoyuruq. Davam edirik. Samir hansı fənni və hansı universitetdə, hansı fənni, hansı universitetdə tədris edir? Yaxşı, onu sizə gəlin bir də baxaq. İskəndər A-da, Cavid isə B-də işləmir. A-da işləyən şəxs tarixi tədris etmir. Ondasa A-da işləyən şəxs tarixi tədris etmirsə, Cavid A-da işləyə bilməz. Cavidə qaldı nə? C. A-ya baxın, A-nın altında kim qalıb? Samir. Bəs onda B-də kim işləyir? B-də işləyir İskəndər. İndi davam edək. B-də işləyən şəxs iqtisadiyyat tədris edir. B-də işləyən şəxs iqtisadiyyat tədris edirsə, bir dənə qaldı nəyimiz? Biologiya. Biologiyada Samirdir. Bizdən Samiri soruşur. Samir A-da biologiyanı.
A-da biologiya A variantına uyğun gəlir. Devam edirik. 19. 2 sualımız qalır. 19 və 20-ci suallara baxaq. Müəllim 8 abituriyent QRS, TV, X, Y, Z hazırlayır. Çərşənbə günü 3 dəfə saat 10-da, 14-də və 18-də bu qruplara abituriyentlər ibarət ayrı qruplara 3 dərs keçir. Yaxşı, onda mən nə edirəm? Vaxtları yazacağım. Buraya yazıram 10, 00, 14 və 18. Saat 10-da, 14-də və 18-də görək hansı qruplara keçir. Hər qrup 2 və ya 3 abituriyentdən ibarətdir. Yəni 2-3-dən artıq olmayacaq. G 2 nəfərlik qrupdadır. Yaxşı, G 2 nəfərlikdirsə nə yazıq? Hələ ki, kənardan yazaq da bilmirik axı. R və Y eyni qrupdadırlar. R bərabərdir Y-ə. Devam edirəm. S və X müxtəlif qruplardadır. S hardadırsa, X orada deyil. Bu da qeyd edirəm. T'nin dərsi ya saat 10-da ya da 18-dədir. T 10-da harda olmayacaq? 14-də olmayacaq. X-in dərsi V-dən əvvəl olur. Onda X 18-də deyil. X bərabər deyil 18. Çünki nə deyir? V-dən əvvəl olur. 18 X-dən əvvəl deyil axı. Əgər Z və G-nin dərsi saat 10-da başlayırsa, buraya yazıram. Qoy fərqli götürüm. Buraya yazıram Z, bir də kim? G. 10-da başlayırsa, saat 18-dən hansı abituriyentlərdən ibarət qrupun dərsi başlayır. Yaxşı, gəlin bir də analiz edək. Bir də deyir ki, G 2 və ya G 2 nəfərlik qrupdadır. Ondan sonra 10 bağlandı, düzdürmü? Onda artıq heç kim olmayacaq. R və Y eyni qrupdadırlar. İndi hansını qoyacaq? 14-də qoyacaq, 18-də hələ də dursun. Sonra əslində bizə Z və G haqqında hansında haqqında deyirdi? Yox, deyir ki, T'nin dərsi ya saat 10-da ya da 18-dədir. Düzdür? 10-da ola bilməz də dedik. Onda oldu 18-də. Buraya yazıram T. Devam edirəm. S və X müxtəlif qruplardadır. Hələ ki, bilmirəm. X-in dərsi V-dən əvvəl olur. X onda qaldı bura, V qaldı bura. Düzdürmü? Mənə başqa nə deyir? Mənə deyir ki, S və X müxtəlif qrupdadırlar. Bax, onda S gəldi bura. Bir də R və Y eyni deyirsə, R və Y də qoydum bura. 2 və 3 nəfərlik oldu. Hamısı bitdi. Mənə deyir 18:00-da hansı olur? T və S. T və S oldu A variantı. Devam eləyək. Son sualımız 20-ci sualda baxaq. Keyfiyyətləri eyni olmayan X, Y, Z, T və U şamları eyni anda yandırıldıqda müxtəlif vaxtlarda qurtarır. Ən uzun müddət yanan şam daha keyfiyyətlidir. Təbii ki, bunu deməsi də başa düşürük. Z şamının yanma vaxtı T və U şamlarından daha uzundur. Z, bunu da böyükdür yazıram, T və U. Sonra nə deyir? Keyfiyyətli şamlar daha bahalıdır. Bunu da başa düşdük. X şamının keyfiyyəti yalnız Y şamından aşağıdır. Ondasa bunlar 5 dənə şamdır. Mən 5 dənə yer ayırım bunlara. Yazıram 1, 2, 3, 4, 5. Siz burada başa düşün ki, birinci şam ən bahalı, ən keyfiyyətli, ən uzun ömürlü fikirləşin, ən uzun yanan. Yəni 5-ci də ən aşağı olaraq fikirləşin. Devam eləyək. Nə deyirdi? X şamının keyfiyyəti yalnız Y şamından aşağıdır. Onda X'i yazıram bura, Y də yazıram bura. Düzdürmü? Əslində Z də hara düşər onda? Z yuxarı qalxır. T və onu bilmirəm sadəcə. Z-dən sonra daha keyfiyyətli şam U'dur. Yaxşı, o da bildik. T də burada oldu və son. Onda hamısı bildik. Z və T şamları eyni anda yandırıldıqdan bir müddət sonra X, Y, U şamları eyni zamanda yandırılarsa hansı iki şam eyni anda qurtara bilər? Z ilə T şamları yandırılır. Bu ikisi. Z ilə T yandırılır. Bir müddət sonra X, Y, U yandırılır. Eyni zamanda yanılırsa hansı iki şam eyni anda qurtara bilər? Qurtara bilər hansılar? İkisindən bizə verib ikisindən Z-ə variantında misal üçün. İkisindən Z-in
Yenə də eyni anda qurtarmaq mümkün deyil. Nəyə görə? İkisi ən aşağıda, Z də ən keyfiyyətlidir, yəni ən uzun ömürlü yanandır. İkisi isə daha az yanır. Mən burada birini götürməliyəm. Nədən? Bizə verilən ya Z-dən ya da T-dən, yəni əvvəlcə yandırılandan. Z və T hansı ilə? Misal üçün, yenə də bunlarla nisbətdə daha uzun ömürlü olanla. Yəni, ya U ilə T-ni götürməliyəm, ya da Z ilə U-yu götürməliyəm. U ilə T cavabda yoxdursa, U ilə Z-i məcbur götürürəm. Bizə deyir ki, burada axırıncı nə düşür? Bir dənə baxaq. Şamların hamısı eyni anda yandırılarsa, dördüncü hansı şam qurtarar? Dördüncü Y, onsuz, o bilirik. Y olan da B variantımız düşür. Buradan biraz görünmədi. Sizlərə 20 sualın izahını verdim. Bundan əlavə, istədiyiniz bu mövzudan, istədiyiniz başqa hansı məntiq mövzularından olursa olsun, mənlə əlaqə saxlayaraq izahlarını öyrənə bilərsiniz. Yəni, bu mövzudan 20-dən sonra hansı maraqlıdırsa, tapa bilmirsinizsə, mənlə əlaqə saxlayın. WhatsApp nömrəm açıqlama hissəsində olacaqdır.